Allahdan doğulma necə olur? Salam əziz həmyerlilərim. İsa Məsihin ismi ilə hamınızı salamlayıram. Bu videoda mən sizlərə Allahdan doğulma haqqında bəhs etmək istəyirəm. Allahdan doğulmanın necə olduğunu bilmək üçün ilk növbədə biz Allahın kimliyi, onun görünüşü haqqında düşünməliyik. Yəqin ki, bir çox insanlar bu haqda belə heç düşünmürlər. Onlar düşünürlər ki, Allahı heç kim görməyib. Amma deyilənə görə müqəddəs yazılarda bəzi peyğəmbərlər Allahı görüblər. Misal üçün, Musa peyğəmbər Allahı görüb və Allah ona bildirib ki, mən yandırıb yaxan alovam. Rəbb dağda İsrail övladlarına görünən zaman da alov formasında olub. Yezekil peyğəmbər də Allahı insan bənzərində, amma görünüşünün alov formasında olduğunu görmüşdü. İsa Məsih də Allahın ruh olduğunu söyləyirdi. İkizi aləm ruhani aləmin bənzərində yaradıldığı üçün Allahla ən gözəl müqayisə günəşdir. Günəşi doğrudan da Allah öz bənzərində yaradıb. Günəşə baxdıqda görəcəksiniz ki, sanki yanan bir yağdır, yağdan olan bir dənizdir, yanır. Allah da belədir. Öz-özünə yanan həyata malikdir. Biz Allahdan doğulma necə olur? İlk növbədə insan İncil kitabında yazılanları oxuyub, qəlbində heç bir şübhə etmədən iman edib. İsa Məsihin təlimini qəbul edirsə, həmin andan etibarən o Allahdan doğulur və Allahın ruhunu daxilində hiss etməyə başlayır. Allah da iman edən həmin şəxsin kiçik bir qüvvə ilə daxilinə yerləşir. Ümumiyyətlə, ruh haqqında anlayışı olmayan bir insan üçün bütün bu deyilənləri dərk etmək bəlkə də çətin olar. Amma bir çox misallarla sizə müəyyən şeyləri izah etməyə çalışacağam. Sizlərə ruh insanın ruhu görməyib, amma hiss etməsi haqqında danışacağam. İlk növbədə insan Allahdan doğulan zaman öz daxilində Allahın sevgisini hiss edir. Daxilindən elektrik cərəyanına bənzər bir istilik keçir. Bir çox insanlar İncil kitabında yazılanlara iman etmir. Amma iman edib Allahın ruhunun sevgisini dərk edən insan həmin andaca bütün şübhələri dağıtmış olur. Çünki yer üzərində Allahın sevgisindən böyük heç bir şey yoxdur. Misal üçün, əgər insana həmin andaca deyilsə ki, bütün dünya sənindir və sən dünyanın padşahısan. İnsan bir o qədər də sevinməz, yəni yer üzündə Allahın sevgisi ilə müqayisə oluna biləcək heç bir şey yoxdur. İnsan daxilən Allahın ruhundan doğulduqdan sonra onun sevgisini hiss edir. Tədricən dua etdikdən sonra isə bu ruh böyüməyə, qüvvətlənməyə başlayır. Ümumiyyətlə, insan daxilində ruhun qüvvəsinin gücü qığılcım və ya ondan milyon dəfələrlə qat-qat güclü də ola bilər. Bir çox ruhani qidalar mövcuddur. Dua edərkən Allah öz övladlarını qidalandırır. İncil kitabında qeyd olunub ki, Allahdan doğulan yeni məxluqdur. İnsanların bir çoxu Allahdan doğulmanı tam dərk edə bilmir. Doğulma zamanı insan qəlbində kin, nifrət inciliyi varsa, həmin andaca Rəbb onun qəlbinə şəfa verir. İnsanla Allahın ruhu bir-birinə qarışır, Allahda yeni məxluq yaranır. Amma insan dua etmədikdə, kəlam oxumadığı təqdirdə, təbliğ etməyəndə ruh həm böyümür, inkişaf etmir. Amma insanın tam xoşbəxtliyi, sevinç və sülh içində yaşaması, Allaha bağlı olması, günaha nifrət etməsi, bir sözlə dünyavilikdən tam çıxması, İsa Məsihə bənzəməsi üçün insan ruhən böyüməlidir. Ruhən böyümə insanın daha çox dua etməsi zamanı baş verir. Çünki ruh məhz dua edərkən dolur, böyüyür. Bu proses həmçinin Rəbbə ilahilər oxuyarkən, xristian filmlərini seyr edərkən də baş verir. Amma biz bu duaları davamlı olaraq etməliyik. Əks təqdirdə ruhumuz zəifləməyə başlayır. Çünki Allahın ruhu elektrik cərəyanına bənzər bir qüvvədir. Misal üçün, telefonun enerjisi bitdikdə biz onu yenidən dolmağa qoyduğumuz kimi, zəifləmiş ruhumuzu da Rəbblə olan ünsiyyətlə dua ilə doldurmalıyıq. Biz dua etməyəndə Rəbb də yavaş-yavaş bizdən uzaqlaşır. Çünki Allaha dua etməmək, onunla ünsiyyətdə olmamağın özü böyük bir günahdır. Ümumiyyətlə, Allahın varlığına iman edən şəxs hər zaman Allahla ünsiyyətə can atmalıdır. Ruhun qüvvətlənməsi üçün daimi dua etməli, oruç tutmalıdır. Ümumiyyətlə, Allah hər şeydir. Əvvəli və sonu olmayan bir ruhdur. Hər yerdə mövcuddur. Dua vaxtı Allah ona dua edən hər kəsə öz sevgisini hiss etdirir. Ruh haqqında anlayışı olmayan bir çox insanlara Allahın ruhu ilə havanı müqayisə etdikdə onu qeyd etmək olar ki, Allah havanı öz ruhuna bənzər yaradıb. Ümumiyyətlə, hava hər yerdə mövcuddur. Heç bir canlını havasız təsəvvür etmək mümkün deyil. Allahın ruhu da hər yerdə hökm sürür. Biz dua edən zaman Allahın müqəddəs ruhu hava kimi insanın varlığına daxil olur, onu qidalandırır, sevgisi ilə doldurur. Meh kimi insanın üzərinə əsir. Qasırğa, külək, tufan kimi hava ünsürləri də Allahın ruhuna bənzərdir. İnsan Allahın müqəddəs ruhu ilə dolan zaman onun inanılmaz sevgisini hiss edir.
Rəbb onun daxili aləminə, qəlbinə şəfa verir. Bir çox xəstəliklərdən azad edir. İnsanlar daha çox günah etdiyi təqdirdə xəstəliyə düçar olurlar, ömürləri qısalır, dünyadan tez köçürlər. İnanın ki, insan günah etməsə, salih ömür sürsə, Rəbdə tezliklə şəfa tapar və daha uzun ömürlü olar. Rəbbə dua edərkən insan artıq Allahın sevgisini böyük bir qüvvə ilə hiss etməyə başlayır. Əvvəllər kiçik qüvvə ilə gələn bu sevgi sonradan böyüməyə başlayır və suya çevrilir. Cənnətdə ümumilikdə hava mövcud deyil. Oranın havası ilə müqəddəs ruhun özüdür. İncildə yazılmış Yəhya 3:1-9-a nəzər salaq. Fariseylər arasında Nikodim adlı bir yəhudi rəhbəri var idi. O gecə ikən İsa'nın yanına gəlib dedi: Rabbi, bilirik ki, sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs sənin göstərdiyin əlamətləri də bilməz. İsa ona cavab verdi: Doğrusunu sənə deyirəm. Bir kəs yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Nikodim ondan soruşdu: Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi? İsa cavab verdi: Doğrusunu sənə deyirəm. Bir kəs sudan və ruhdan doğulmasa, Allahın padşahlığına daxil ola bilməz. Bəşərdən doğulan bəşərdir, ruhdan doğulan ruhdur. Sənə yenidən doğulmalısınız dediyimə heyrət etmə. Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir. İsa Məsihsiz heç kim Allahın səsini eşidə bilər, nə də onu görə bilər. Peyğəmbərlərin davamçıları məsihçilərdir. İsa Məsihin adlarından biri də barışdırıcı idi. Yəni Məsih Allahla insanları barışdıran bir vasitəçi idi. Onsuz heç kim Allaha yaxınlaşa bilməz. Allah insana öz sevgisini böyük bir qüvvə ilə hiss etdirdikdən sonra bu sevgi suya çevrilməyə başlayır. Bu zaman insan əsl cənnət həzzini yaşamış olur. Allahdan başqa heç kim insana bu sevgini həzz hiss etdirə bilməz. Hər bir insanda Allahın həyat verən ruhu var. Amma müqəddəs ruh başqa bir ruhdur. Məhz bu ruh vasitəsilə Allahı hiss etmək, səsini eşitmək, onunla ünsiyyətdə olmaq, iradəsini yerinə yetirmək, onun sevgisini hiss etmək mümkün olur. Bir sözlə, məhz bu müqəddəs ruh vasitəsilə insan Allaha daha çox bağlanmış olur. Havaya bənzəyən Allahın müqəddəs ruhunu sonradan su kimi içməyə başlayırsan. İncildə Yəhya 4:13-14-də Rəbb həyat verən sudan danışır. İsa ona cavab verdi: Bu sudan içən hər kəs yenə susayar, amma mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək. Rəbb bu ayədə su dedikdə öz müqəddəs ruhunu nəzərdə tuturdu. Allahın ruhunun özü sudur. Və Allahın ruhundan doğulan məsihçi bu həyat suyundan içdiyi zaman öldükdən sonra belə cismən çürüsə də ruhən diri qalır. Cənnətə getmiş olur. Müqəddəs yazılara görə Allahdan doğulmayan səmavi səltənətə Allahın padşahlığına əsla girə bilməyəcək. Sudan sonra insan Allahın ruhunu başqa bir qida kimi, süd kimi içməyə başlayır. Müqəddəs yazılarda da bu yazı öz təsdiqini tapmışdı. Belə ki, Rəbb öz xalqını Misir torpağından çıxararkən onları bal və süd axan torpağa aparmağı vəd etmişdi. Bu ayələrin hər birinin ruhani bir mənası var. İsrail övladları məsihçilərin surəti idi. Süd və bal isə Allahın ruhudur. Biz isə bu dünyada Rəblə ünsiyyətdə olarkən onun bal və südə bənzər müqəddəs ruhunu içmiş oluruq. Ümumiyyətlə, bir çox dinlərdə də deyilir ki, cənnətdə Rəblə olan insanlar bal içəcəklər. Süddən çaylar, dağlardan şərab axacaq. Biz, məsihçilər, Rəbbin ruhunu belə hiss edirik. Bir çox fiziki qidalar var ki, Allah onları öz ruhunun bənzərində yaradıb. Misal üçün, su, süd, bal kimi qidaların hamısı birbaşa Allahdan gəlir. Bu qidaların hamısı Allahın ruhuna bənzəyir. İsrail övladları səhrada olarkən Allah onlara yeməyə 40 il manna vermişdi. Manna ballı yuxa kimi dad verir. Eynən Allahın ruhu da bu dadı verir. İnsan ilk dəfə müqəddəs ruhla dolarkən qəlbi inanılmaz sevinç hissləri ilə dolur. Allahın ruhunu bal və süd kimi içməyə başlayır. Bu ruhla dolarkən insan həmçinin yer üzünü də başqa cür görür. Müqəddəs kitabda yazılıb ki, keçmişdə İsrail övladları məhs olunanda başlarına yağ tökürdülər. Bu yağa məhs yağı deyirdilər. Hətta zeytun yağı da Allahın ruhuna bənzər yaradılıb. Allah bir alovdur. Günəşə baxdıqda Allahın ona daha çox bənzədiyini görmək olar. Ruhla dolduqda insan dünyanı qızılı rəng çalarında parlaq formada görmüş olur. Bu elə bir ilahi hissdir ki, heç bir sevinclə müqayisə oluna bilməz. Bala südə döndükdən sonra Allahın ruhu şəraba dönür.
Bəzi insanlara bunu izah etdikdə onlar bu şərabın keyfləndirici, insana baş ağrı gətirici bir içki olduğunu düşünürlər. Amma Allahın ruhuna bənzəyən bu şərabı içdikdə insan heç bir günah edə bilməz. Əksinə Allaha daha çox bağlanır, salihliyi sevir. Daim bütün gücü ilə günahdan qaçmağa çalışır. Çünki bu cənnət şərabıdır, Allahın ruhudur. Bir çox dinlərdə də təsdiqlənib ki, insanlar cənnətdə olarkən şərab içəcəklər. Allahın ruhuna malik olmayan heç bir insan Allahı sevə bilməz. Çünki onun Allahla heç bir əlaqəsi yoxdur. Bunu xətti kəsilmiş bir telefon aparatına da bənzətmək olar. Allahsız insan bir növ xətti kəsilmiş telefona bənzəyir. Amma Allahdan doğulan şəxs Allahdan gələn ruhani kanalları, qidaları, müqəddəs ruhu qəbul edir. Daim sevgi ilə dolu olur, bütün insanları sevir. Ümumiyyətlə, həqiqi məsihçilər saatlarla bir-birləri üçün dua edir, bir-birinə ruhani dəstək olurlar. Bir çox məsihçi bacı-qardaşları Allah tərəfindən belə bir açıqlama olub ki, böyük bir insan kütləsi içərisindən bir nəfər cənnətə gedirsə, 1000 nəfər şəxs həlakə, yəni cəhənnəmə düçar olur. Əfsuslar olsun ki, yer üzərində yaşayan bir çox insanlar həqiqi Allahı tanımadan həlakə uğrayırlar. Bu doğrudan da çox acınacaqlı bir vəziyyətdir. Ümumiyyətlə, insanın Allahdan doğulması çox önəmlidir. Bir çox insanlar düşünə bilər ki, Allahı tanımırlarsa, onların nə günahı ola bilər? Əslində, Allahı tanımamağın özü ilə bir böyük bir günahdır. Müqəddəs yazılarda Allah deyir ki, məni axtaran tapacaq. Bunu İncil Matta 7-8 çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aydın görürük, yer kürəsi şeytanın əsarəti altındadır. İnsan Rəbbi müqəddəs ruhunu şərab kimi içdiyi andan etibarən ətrafında olan hər yeri qızılı rəngdə, parlaq formada görmüş olur. Qəlbində inanılmaz sevinç hissləri yaranmağa başlayır. Əziz Azərbaycan xalqı, biz məsihçilər sizləri çox sevirik. İnan ki, hər birinizin xilasını arzulayırıq və buna görə də sizlər üçün böyük səylə, iman hissi ilə dua edirik, oruç tuturuq ki, sizlər Allahdan doğulasınız. Bəziləri İncil kitabında yazılanların təhrif olunmuş formada olduğunu söyləyirlər. Amma inanın ki, bu yanlış düşüncədir. Əgər belə olsaydı, biz Allahdan doğula bilməzdik. Bəzi insanlara müqəddəs ruhun sevgisi haqqında danışarkən, onlar bu ruhun həqiqətən də Allaha məxsusluğuna əmin olmaları üçün sübut istəyirlər. Əziz dostlar, bir özünüz düşünün. Bizə su, süd, bal kimi ruhani qidaları verən Allah deyilsə, bəs kimdir o zaman? Təbii ki, bir çox insanlara bu deyilənləri anlamaq bəlkə də çox çətindir. Ümumiyyətlə, müsəlmanların ruh haqqında heç bir anlayışları yoxdur. Məhəmməd Peyğəmbərin də ruhdan heç bir məlumatı olmayıb. Bu Quranın bir surəsində yazılmış sənə ruh haqqında heç bir elm verilməyib sözləri də öz əksini tapır. Ona görə də adi bir müsəlman üçün ruhu anlamaq çox çətindir. Allahın müqəddəs ruhunun insana yaşatdığı sevinç hissləri, zina, narkotik, içki içmək və kimi pis günahlar etməkdən zövq alan insanların yaşadığı ani həss hisslərindən belə qat-qat güclüdür. Ümumiyyətlə, insan Allahın ruhunu qəbul etdikdən sonra tamamilə dünyavilikdən uzaqlaşır. Bir çox həqiqi məsihçilər hətta belə seyr etmirlər. Çünki şər ruhlar hər vasitə ilə məsihçini günaha sövq etməyə çalışırlar. İsa Məsih yer üzünə insan surətində gəlmişdi. İncildə Yəhyanın müjdəsində Rəbb deyirdi, kim dünyanı və dünyada olanları sevirsə, onun qəlbində Allah sevgisi yoxdur. İnternet, filmlər, musiqi və kimi dünyəvi əyləncələr insanları Allahdan uzaqlaşdırır. Nəticədə insanlar günah edib, əbədi ölümə məhkum olurlar. Bu da şeytanın başlıca məqsədidir. Allah ümumilikdə istəyir ki, biz insanlar hər birimiz onu axtaraq, onu düşünək, onu sevək. Düzdür, bir çoxları dildə danışarkən Allahı sevdiyini söyləyir. Amma Allahı sevməyin nə demək olduğunu tam dərk etmirlər. Allahı sevmək insanın bütünlüklə dünyavilikdən ayrılıb, ona bağlanması demədir. Fiziki aləm ruhani aləmin bənzərində yaradılıb. Yer üzərində Allah tərəfindən yaradılan ot, çöp, daş, dəniz və hər bir yaradılışın ruhani bir mənası var. Allah istəyir ki, biz bu şeylər haqqında düşünək, onu axtaraq, salihliyi sevək. O həmçinin istəyir ki, biz insanlara xilas haqqında təbliğ edək. Bəzi imanlı bacı və qardaşların görüntülərinə əsasən hər 1000 nəfərdən yalnız bir nəfəri cənnətə gedir. İnternetdə apardığım və əldə etdiyim bəzi nəticələrə əsasən dünyada ildə 150 milyon insan anadan olur, 60 milyon isə ölür. 60 milyondan da 60 mini cənnətə, təqribən 6 minisi cəhənnəmə gedir. Dostlar, məncə yer üzündə bundan böyük kədər, fəlakət ola bilməz. Bəzi insanlara bu nəticələri dedikdə inanmaq istəmirlər.
Müqəddəs yazıda yazılanların hamısı gerçəkdir. Dünyanı həqiqətən də iblis idarə edir. Yer üzündə yaşayan insanların 90% şərə itaət edir. Kəlama əsasən insanla Allahın münasibəti küsülü vəziyyətdədir. Rəbbə ibadət edən yalnız həqiqi məsihçilərdir. Digər dinlərdə olan insanlar isə Allahı tanımırlar, onlar Allaha malik deyirlər. Başqa təlimlərdə Allahdan doğulmanın yanlış bir fikir olduğu söylənilsə də, bu həqiqətən də belədir. Biz Allahdan doğulmuşuq. Rəbbin bizə verdiyi ruhani qidaları müqəddəs ruh vasitəsilə qəbul edirik. Həyatımızda baş verən bir çox faciələrin, xəstəliklərin, vaxtsız ölümlərin səbəbkarı məhz şər ruhlardır. Dostlar, sizə bu dediklərimə şübhə ilə yanaşmayın. Əgər siz İncili oxusanız, cüzüdə olsa, Rəbbin sevgisini hiss etsəniz, elə o andaca qəlbinizdəki bütün şübhələr dağılmış olacaq. O kitabda yazılanların hamısı həqiqətdir. Şər ruhlar qətiyyən istəmir ki, insanlar həqiqəti bilsin, İncildə yazılanlardan, Allahın sevgisindən xəbərdar olsunlar. İnsanlar xilas olub cənnətə getsin. Allahdan doğulma realdır. Allahın ruhən doğması dedikdə bu proses adi bir qadının doğması kimi baş vermir. Allah ruhdur, bədən deyil. Ona görə də o ruhən doğur. Misal üçün, şamı götürüb, yanan ocaqdan yandırdığımız kimi, gün işığı günəşdən doğulduğu kimi. Allahdan doğulma odur ki, Allahın alıb verən ruhu kiçik bir qüvvə ilə insanın daxilində yaşayır. Ümumilikdə insanın həm özünün, həm də Allahın ruhunun bir-birinə qarışması Allahdan doğulmadır. Çox zaman insanın qəmli kədərli anlarında ona ən böyük təsəlli olan sevgisini hiss etdirən məhz Allahın özü olur. Onun sevgisi həqiqətən də çox böyük və ağla sığmazdır. İsa Məsih yer üzərində yaşayan bütün insanlar üçün qurban gedib, 3 gün sonra isə dirilib. Onun qanına iman etmək çox vacibdir. Əziz dostlar, İsa Məsihə iman etmədən cənnətə getmək mümkün deyil. İman edin, xilas olun. Luka 4:14 isə ruhun qüdrəti ilə Qalileyə qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı. 18 Rəbbin ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün o məni məsih etdi. Əsirlərə azadlıq, körlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, 19 Rəbbin lütf ilini bəyan etmək üçün məni göndərdi. Luka 11:13 beləliklə. Siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr vermək bilirsinizsə, göydə olan atanın ondan diləyənlərə müqəddəs ruhu verəcəyi nə qədər yəqindir. Vəhiy 21:5 taxtda oturan dedi. Budur, mən hər şeyi yenidən qururam. Yenə dedi, yaz, çünki bu sözlər etibarlı və həqiqidir. 6 O mənə dedi. Tamam oldu. Alfa və omega, başlanğıc və axır mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyim. 7 qalib gələn bunları irs alacaq. Mən ona Allah, o isə mənə oğul olacaq. Yəhya bayramın sonuncu təntənəli günündə isə qalxıb nida edərək dedi. Kim susayıbsa yanıma gəlib içsin. 38 müqəddəs yazılarda deyildiyi kimi, mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq. 39 Bunu ona iman edənlərin alacaqları ruh barədə söylədi. Bilirsiniz dostlar, bizdə Allahın ruhu yanmalıdır. Əgər insan kilsəyə gedib şam yandırırsa, amma daxilində Allahın ruhu sönübsə, bunun heç bir mənası yoxdur. Yanan şama nəzər saldıqda onun yumşaq bir yağ kimi yandığını görmüş olarıq. İnsan da dua etdiyi zaman müqəddəs ruhla dolarkən, xüsusən də əlini qaldırıb barmaqlarını açan zaman dua edəndə onun ruhu şam kimi yanmağa başlayır. Diqqətlə baxsanız yanan şamın özünün həm Allaha, qismən də məsihçiyə bənzəmiş olduğunu görmüş olacaqsınız. Müqəddəs yazılarda da Allahı yanan alova bənzədirdilər. Bunu Zəburda yazılan bir çox ayələrdə də görmək mümkündür. Misal üçün, ya Rəbb, üzünün nuru üstümüzə saçılsın. İsa Məsih, yəni Allah dağda özünü saygirdlərə göstərən zamanda üzü günəş kimi parlayırdı. Biz Şama da nəzər salmış olsaq, Şamın da başının yanaraq aşağıya doğru axdığını görmüş olarıq. Yedekil Peyğəmbər də Allahı belə bir görünüşdə görmüşdü. Başından üzü aşağı alovun axdığı bir formada. Allahdan doğulan biz məsihçilər də beləyik. Dua zamanı barmağımızla bir də ağzımızda müqəddəs ruhla doluruq və alov bizi bürüyərək aşağıya doğru axmağa başlayır. Nəticədə insan özünü yanan bir şam kimi hiss etməyə başlayır. Məhz buna görə də İncildə şam sözü yazılan ayələrdə xristian kilsələri bir də məsihçilər nəzərdə tutulur. Şam məsihçilər deməkdir. Əzizlərim, biz şam kimi yanarkən üzümüz Rəbbin siması kimi nur saçmağa başlayır. Axı biz Allahdan doğulmuşuq. Allah bizi öz bənzərində yaradıb. Həvarilər də İsanı görəndə onun siması günəşdən də milyon dəfə parlaq olan bir nur tək işıq saçırdı. Bir dəfə imanlı bir qardaş digər bir qardaşı görən zaman onun simasının da milyardlarla lampanın işığı yanan zaman yaranan nuru görmüşdü.
Son dövrlərdə İsa Məsih daha çox müsəlmanlara müxtəlif görüntülərlə görünür. Allah istəyir ki, çox insan xilas olsun. Həm də son dövr artıq yavaş-yavaş yaxınlaşmağa başlayır. Müqəddəs kitabda yazılıb ki, İncil bütün dünyada təbliğ olunduqdan sonra dünyanın sonu baş verəcək. Dünyada ən çox çap olunan kitab məhz elə İncildir. İncil dünyada bir çox dillərə tərcümə olunub. Dostlar, yanan çırağın özü də məsihçilər deməkdir. Məsihçiləri çıraqla da müqayisə etmək olar. Çıraq da yanan zaman başdan yanaraq aşağıya doğru axır. Allah insana müqəddəs ruhu istifadə etmək, şərə qarşı döyüşmək üçün verib. Allahın özü bəzən bu şər ruhlara izin verir ki, biz Rəbbi müqəddəs ruhu ilə dolaq və İsa Məsihin adını çəkməklə daxilimizdəki alov bizi iblisin hücumlarından qorusun. Rəbbi müqəddəs ruhu ilə dolan insan çox zaman özünün ocağın içində yandığını hiss edir. Bu hissləri yaşamaq insana çox gözəl bir həss yaşadı. Doğrudan da Rəbbimiz hər şeyə qadirdir. Onun alovu şəri yandırsa da bizə həss yaşadı. Çox zaman insan İncildəki ruha toxunan ayələri düşünərkən onun daxilində Allahın ruhu alovlanmağa başlayır. Əslində alov da Allahın bənzərindədir. İncildə tez-tez rast gəlinən ev kəlməsi insan bədəni deməkdir. İnsan bədəni də Allahın məbədidir. Allah hər şeydir və hər yerdə mövcuddur. Biz müqəddəs ruhla dolub Rəbbin hüzurunda olarkən dua zamanı əlimizin içində ətirli tüstüyə bənzər bir buxarın göyə doğru qalxdığını görə bilərik. Bunu bir növ kənd evlərində bacadan qalxan tüstüyə də bənzətmək olar. Biz çox zaman düşünə bilərik ki, Allah salih insanın duasını niyə qəbul etməsin ki? Düzdür, Allah hər şeyi görür və eşidir. Amma salih insanın duası müqəddəs ruh vasitəsilə buxar halında Allahın hüzuruna çatmalıdır. Bu görüntünü hətta imanlı bacı-qardaşlarımızdan görənlər belə olub. Allah gözdə görünməyən bir ruhdur. Rəbb elektrik cərəyanını da öz ruhunun bənzərində yaradıb. İsa Məsih də gözə görünməyən Allahın surətidir. Necə ki, biz elektrik cərəyanını görmürük, amma lampadakı yanan nuru isə görürük. Əziz bacı və qardaşlarım, qoy Rəbbimiz İsa Məsih hər birinizə yar olsun. Amin.